Peyğəmbər onun qapısının yanından keçəndə dayanıb ayaq saxlayıb deyirdi: "Assalamu aleykum ya əhləl beyt." Əlini sinəsinə qoyub salam verirdi. 6 ay Peyğəmbər bu işi tərk eləmədi. Cəmaatı alışdırsın ki, bu çox hörmətli bir qapıdır, dərgahdır. Bu qapıya hücum eləməzlər. Bu qapıya hücum eləməzlər. Qolu bağlı dayanıb və qılınc da başının üstündədir. Birdən Həzrət Fatimə məscidə daxil olur. Tək gəlir məscidə. Əlini o vəziyyətdə görəndə deyir, fəryad edir. Deyir ki, and olsun Allaha, qolunu açmasaz, gedəcəm atam Peyğəmbərin məzarının üstündə dua eləyəcəm, bəddua eləyəcəm. Deyir, çıxır məsciddən gedir, gedən kimi artıq məscidin sütunları titriyir. Deyir, bunlar qorxuya düşür. Həzrət Əli deyir, Salman, qaç Fatiməyə dinən ki, bəddua eləməsin. Deyir, Salman gəlir, deyir, ey Peyğəmbərin qızı, sən rəhmət Peyğəmbərinin qızısan. Onda xanım Zəhra bu sözü deyir, bax, onlar Əlini öldürmək istəyir Salman. Və mənim də Əlinin yoxluğuna dözməyə taqətim yoxdur. Mən Əlisiz qalan mərəm. Deyir, Salman deyir ki, xanım, o elə Əlinin əmridir. Deyir, bu qədər təvazökar idi. Həzrət Əlinin adını eşidən kimi əriyirdi. Deyir, əgər Əli əmr eləyirsə baş üstə. Qayıdıb gələndə görür ki, qolunu açırlar. İkisi yan-yana qayıdırlar evə. Həzrət Əli xəcalətli olur, başını aşağı salır. Xəcalətli ona görə yox ki, zəifdir. Bilirsiniz, qüdrətli kişi üçün çətindir. Məcburdur səbr eləsin. Deyir, görür ki, Əli boynunu büküb dayanıb, deyir, gəlir, dayanır, dolanır Həzrət Əlinin başına. Sən narahat olma, hər bir halında sənin yanındayam, sən tənha deyilsən, sənin Fatimən var. Tək özü Əlini əsarətdən azad eləyir. Ondan sonra deyir ki, mən Əlinin haqlığını tarixə bəyan elədim.